Bu sözün mənası öyən, tərifləyən, vəsf eləyəndir. Bu söz, Vasif kəlməsi rəssama, şairə, sənətkara yaraşır. Amma nə biləsən ki, sənin dünyaya gələn balan çox illər sonra gözəllikləri tərənnüm eləyən, həqiqətən adı Vasifə uyğun bir sənətkar ola bilər. Amma bu uşağa Vasif adı verən valideynlərinin ürəklərində hər halda gec-tez övladlarının sənətə bağlanacağı ümidi böyük idi. Bu balaca Vasif məlahətli avazı bütün Azərbaycana bəlli olan xanəndə Zülfü Adıgözəlovun ocağında dünyaya göz açmışdı. Və qanun hökmü ilə onun da varlığında lap körpəliyindən gözəllik duyğusunun dövr etdiyinə şübhə yoxdur. Süslənsin bitirmişəm, mən yarım yaban itirmişəm. Böyüyüb elə atası kimi xanəndə də ola bilərdi, şair də, rəssam da. Lakin bunların hamısının qovuşuğu olan bir sənətə yiyələndi. Vasif Adıgözəlov bəstəkar oldu. Ən seçilən, ən sevilən bəstəkarlardan oldu. Bizə miras qalmış irsini başlanğıçdan sona doğru vərəq-vərəq çevirdikcə, səs-səs dinlədikcə əmin olursan ki, gerçəkdən də o ömrü boyu vəsf edib, tərənnüm edib, öyüb, adına tam uyğun həqiqi Vasif olub. Yurdunun və türk dünyasının ali dəyərlərini və böyük şəxsiyyətlərini vəsf eləyib. İnsan qəlbinin ən zərif hissilərini tərənnüm eləyib. Bizi biz eləyən və üstün eləyən nəciblikləri öyüb. Bunları yüksək peşəkarlıq və dərin xəlqiliyin vəhdətindən yoğrulmuş canayatan musiqisi ilə elə ustacasına yaradıb ki, yadigarları səs xəzinəmizin daim yaşayacaq inciləri mərtəbəsinə ucalıb. İyulun 26-sında saat 21:30-da və iyulun 28-də saat 21-də axşam görüşləri görkəmli bəstəkarımız, unudulmaz sənətkar Vasif Adıgözəlova həsr ediləcək.